Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Xoş gördük sizləri. Mən Gülşən Həşimova. Bugün kurikulumdan MİQ və sertifikasiya imtahanı üçün imtahanda rastlaşa biləcəyiniz sual tiplərinin izahını təqdim edəcəm. Ümid edirəm ki, bu izahlarım sizlər üçün faydalı bir izahlar olacaq. Əgər ardının gəlməyini istəyirsinizsə, təbii ki, bu sizlərdən asılıdır. İzahı maksimum dərəcədə ətrafınızda olan MİQ və sertifikasiya hazırlaşan müəllimlərə mütləq şəkildə göndərməyi unutmayın. Beləcə bizlər də sizin tələbatınızı hiss edərəkdən bol-bol bu tip izahları sizlərlə bölüşməyə çalışırıq. Əlaqə nömrəmizi nəzərinizə çatdıraq. 055 280 59 24. Bu bizim əlaqə nömrəmizdir. Bu nömrə vasitəsilə hal-hazırda sıfırdan açılan yeni qruplarımıza qeydiyyatdan keçə bilərsiniz. Sizlər də əzbərləmədən kurikulumla balınızın üzərinə bal gətirə bilərsiniz. İndi başlayaq suallara. Deməli, keçdik birinci sualımıza. Birinci sualımızda qeyd olunub ki, essenin yazılma qaydasını bilən şagird bu biliyinə əsasən vətənpərvərlik mövzusunda esse yazır. Deyir ki, burada Piaget'in kognitiv inkişaf nəzəriyyəsinə görə şagird zehni inkişafın hansı mərhələsindədir? Qeyd edim ki, bizim ümumilikdə mərhələli nəzəriyyəmiz Piaget'in nəzəriyyəsidir. Yəni, bir növ belə deyim ki, nəzəriyyəni mərhələlərə bölən alimimiz, pedaqogumuz Piaget'dir. Məhz o 4 mərhələyə bölüb. Birinci mərhələ adlanır hissi hərəki. Burada uşaq çox balacadır, 0-2 yaşdır. Sonra gəlir ilkin əməli. Burada artıq 2-7 yaşdır. Sonra gəlir konkret əməli. Konkret əməlidə artıq 7-dən 11 yaşa kimi olan dövrə əhatə edir. Ən sonuncu isə formal əməlidir. Formal əməli isə 11+ yaşdır. Burada da baxın, vətənpərvərlik mövzusunda deyir esse yazır. Deməli, bu şagirdin artıq müəyyən bir yaşı var. Vətən, torpaq, xalq sevgisi onun canına hopub, loru dildə desək və beləcə bu barədə esse yazmağı bilir və bacarır. Təbii ki, bu 11+ yaşından başlayır. Çünki artıq 11+ yaşında şagirddə hipotetik düşüncə formalaşır, abstrakt düşüncə daha da inkişaf edir. Məhz ona görə doğru cavabımız olur E variantı, formal əməli, yəni 11+ yaş. Keçək növbəti testə. Bu sualımız R ilə bağlı sualdır. Şərtdə qeyd olunub ki, R ilə bağlı verilən cavablardan hansı yanlışdır, yəni səhvdir. Bizdən səhv istəyir. Baxaq, A-da yazıb ki, R müsbət yanaşma ilə başlaması daha doğrusu pozitiv istiqamətli olması vacibdir. Təbii ki, biz yanaşarkən uşağa müsbət aspektdən yanaşmalıyıq. Yəni, təsəvvür edin ki, sözü demək tərzi var da, loru dildə desək. Misal üçün deyirəm, bu şeyi eləmək olmaz. Bunun yerinə, bunu misal üçün belə yüngülləşdirəm ki, bu şeyi eləsək, əks bir hal hansısa bir baş verər və yaxud bu şeyi eləməsək daha yaxşı olar. Yəni, mülayim cümlələr istifadə etmək lazımdır nitqimizdə, xüsusən də işlədiyimiz şəxs uşaqlardırsa. Ona görə bu doğru, bizə səhv lazımdır. B-yə baxaq, rəy vermədə əsas məqsəd inkişafa nail olmaqdır. Təbii ki, rəy veririk ki, uşaq inkişaf eləsin, bu da doğru. Bunu da silək. Şagirdə məqsədə çatmaq üçün nə etməli olduğunu aydın şəkildə bildirilməlidir. Bəli, uşaq bilməlidir ki, nəyi necə eləsə, lor dədəsi onun başına nə gələr. Bu da doğru. Sonra D-yə baxaq. Şagirdə fəaliyyəti haqqında informasiyanı ümumi şəkildə deyil, dəqiq aspektdən vurğulayaraq çatdırmaq lazımdır. Bəli. Məsələn, uşağa ümumi şəkildə desək ki, bu şeyləri sən yaxşı etməlisən, o bilməyəcək ki, hansılardır xüsusən. Məsələn, bəlkə o nitq danışan zaman, mühazirə edən zaman nitqində hansısa bir qüsurlar var. Ümumi deyirik, yox, pisdir. Bəlkə məzmunu yaxşı bilib, bəlkə nitqində müəyyən qüsurlar var. Ona istiqamət verməliyik ki, onu düzəltsin. Ona görə bu da doğrudur. Keçək E-yə, deyir şagirdə bacarıqları ilə bağlı rəy nə qədər gec verilsə, bir o qədər effektiv olar. Bəs bizim belə atalar sözümüz də var. Arxadan gələn daş topuğa dəyər. Bəs bu sizcə düzgündürmü? Yəni bunun nə ehtiyacı var ki, biz sonradan verək? Sonradan əgər rəyi verirsə, nə ehtiyac var? Məhz ona görə doğru cavabımız, yəni səhv cavabımız burada E olur. Çünki rəyi gec vermək yaxşı bir şey deyil. Artıq uşaq səhvini bilməyəcək, nəyin üzərində işləməlidir, bilməyəcək. Məhz ona görə də arxadan atılan daş gəldi, dəydi bizim topuğumuza. Ona görə hər şey vaxtında da gizlətmədən, üstünü açaraqdan etmək lazımdır. Doğru cavabımız E variantı. Deməli, bu sualımızda iş formalarıyla bağlı bir sualdır. Deyir, iş formalarıyla bağlı fikirlərdən hansı yanlışdır, yəni səhvdir. Deməli, bizə səhv olan lazımdır. Baxaq, A-da yazıb ki, qrupla iş forması fərd daxili intellekt sahibi olan şagirdlər üçün daha maraqlı olur. Xeyr, əksinə, qrupla iş şəxslərarası intellekt sevir.
Çünki qrupla işdə bir növ insanlar var, ünsiyyət var, danışıq var, nitq var. Məhz buna görə ünsiyyət varsa şəxslərarası olar. Fərd daxili axı fərdi şaiddir. Fərdi işdə uşaq tək olur, təkəli, bir növ lor desək, təkəli təkbaşı, yəni özü özünü idarə edir, heç kim ona dolaşmır, dəymir. Yəni bu fərdi şaiddir. Qrupla işə yox. Ona görə bu elə səhv olan budur A variantı. Lakin gəlin digər variantları oxuyaq, görək niyə onlar səhv olmadı. B'də yazıb ki, iş formasından ən çətin idarə olunan qrup işidir. Bəli, həqiqətən də iş formaları rəngarəngdir, 4 iş formamız var, amma daha çox diqqət tələb edən qrupları idarə eləmək baxımından təbii ki, qrup işidir. Bu doğru, bunu sildik. Keçək C-yə. C'də deyir ki, cütlərlə iş, qrup işi şəxslərarası intellektin sevimli iş formasıdır. Bəli, həqiqətən insanlarla ünsiyyəti sevən şəxs həm cütlərlə işi sevir, həm qruplarla işi. Deməli, bu da doğru. Bunu da sildik. Keçək D-yə. Təlim fəaliyyətində müxtəlifliyi, rəngarəngliyi qorumaq üçün hər bir iş formasına yer vermək lazımdır. Əlbəttə, hamısına yer vermək lazımdır. Deməli, bu da doğrudur. Bunu da silək. E-yə baxaq. Bütün siniflə iş zamanı utancaq şagirdlər diqqətdən kənarda qalır. Bəli, məsələn, əlini qaldırmağa utanır, çəkinir. Bu onun bilməməyə mənasına gəlmir. Deməli, bu da doğru. Bizə səhv lazım idi. Səhv də oldu. A variantı niyə? Niyəsi ona görə ki, bizdə qrupla iş fərd daxili intellekt deyil. Qrupla iş şəxslər arası intellektdir. Çünki fərd daxili intellekt elə fərdi şahiddir də. Doğru cavab A variantı. Keçdik növbəti suala. Və bu sualımız da planlaşdırma ilə bağlıdır. Deyir ki, illik planlaşdırma zamanı ilk olaraq nəyə diqqət yetirilməlidir? Ümumiyyətcə planlaşdırmanın iki növ var. İllik, bir də gündəlik. Bizdən illiyi soruşur ki, illikdə nəyə diqqət edilməlidir? İllik planlaşdırma bir il ərzində fəaliyyətin planlaşdırılmasıdır. Gündəlik isə bir dərs ərzindədir. İndi illiyi soruşursa baxaq. A-da yazıb 6 standart. 6 standart gündəliyə aiddir. İlliyə yox. Ona görə bunu sildik. Sonra dərsin təlim nəticəsi. Bu da gündəliyə aiddir. Çünki hər dərs ərzində gündəlik işimizi planlayırıq. Bu da doğru. C-yə baxaq. Fənni siniflər üzrə təlim nəticəsi, bəli. Bax, səhv olan budur. Yəni daha doğrusu gündəliyə aid olmayan, illiyə aid olan budur. Yəni bizim üçün səhv, amma situasiya üçün düz. Təbii ki, illik planlaşdırmada fənni siniflər üzrə təlim nəticəsi bilavasitə planlaşdırılır ki, bir il ərzində şagirdlərə hansı bilik və bacarıqlar yiyələndiriləcək. Ona görə doğru cavabımız olur C variantı. Keçək növbəti suala. Bu sualımızda da bizdən biliyi, təfəkkürü, taksonomiyanı soruşur. Qeyd edim ki, imtahanda tez-tez gördüyümüz sual tiplərindəndir. Deməli, şərtdə qeyd olunur ki, şagird Cəlil Məmmədquluzadənin Anamın kitabı dramını oxuyandan sonra əsərdəki Rüstəm bəy obrazına qarşı münasibətini bildirir. Bir situasiyaya əsasən biliyin, taksonomiyanın, təfəkkürün növünü müəyyənləşdirin. Aha, gəlin müəyyənləşdirək. Bizdən biliyin, təfəkkürün, taksonomiyanın növünü istəyir. Baxıram. Deməli, A-da yazıb ki, prosedural. Prosedurallıq bir məsələ varmı? Xeyr. Niyə? Çünki konseptualdır burada. Deyəcəksiniz, müəllim, niyə? Qoy niyəsini izah edim. Əgər mən nəyəsə münasibət bildirirəmsə, öz yeni fikrimlə münasibət bildirirəm. Biz də bilirik ki, konseptual bilik necə bilikdir? Yeni bilikdir. Hər hansısa bir yeni bir məsələyə toxunuruq. Burada da Rüstəm bəy obrazına qarşı münasibət bildirirsə, bir növ ortaya çıxan fikir yeni bir fikir olacaq. Hər kəsin fikri axı eyni deyil. Mən belə münasibət bildirirəm, digəri belə. Buna görə bizim biliyimizin növü olur konseptual. Təbii ki, taksonomiyamızı dəyərləndirmə olacaq. Niyə? Çünki rəy bildirirəm. Rəy bildirirəmsə, münasibət bildirirəmsə, dəyərləndirməkdir təbii ki. Və təfəkkürüm də təbii ki, tənqidi təfəkkür olacaq. Niyə? Çünki tənqidi təfəkkürdə də biz yalandan, nəyəsə arxayın olaraqdan deyil də sübutla, dəlillə, faktla münasibət bildiririk. Bir növ tənqidi təfəkkürlü insan düzgün düşünən insandır. Ona görə təfəkkürümüz tənqidi, taksonomiyamız dəyərləndirmə, biliyimiz isə konseptual olacaq. Yəni doğru cavabımız E variantı. Keçək sonuncu sualımıza. Bu sualımız da bilavasitə ilə biliyi, təfəkkür, taksonomiya ilə bağlıdır. Məhz ona görə bu sualdan 2 ədəd salmışam ki, gözünüz öyrəşsin, situasiya ilə tanış olasınız. Bilirsiniz ki, mənim kanalımda hər dəfə təkrar edirəm. İmtahan kontekstini ödəyən aktual məsələlər paylaşılır. Ona görə aşağıda abunə ol var. Həmin işarəyə toxunub abunə olun ki, izahlar yerləşdiriləndə görəsiniz. Deməli, bu sualda da deyir ki, biliyi, taksonomiyanın təfəkkürü tapır. Şərtimizi oxuyaq. Şərtdə yazılıb ki, şagird
Çubuqlu bölmədən istifadə edərək 165 ədədini 15 ədədinə bölür. Sitasiya əsasən biliyi, taksonomiyanın təfəkkürü müəyyən edin. Baxın, burada əməl var. Yəni nəyəsə ardıcıllığı ehtiva edəcək. Əməllər varsa bilavasitə ardıcıllıq gedəcək. Yəni bunu ardıcıl etməsəm səhv olar. Ona görə ardıcıllıq var deyənə biliyimiz proseduraldır. Avtomatik prosedural. Gəlin prosedural olmayanları silək. Deməli, A-nı sildik, C-ni sildik, D-ni sildik. Qaldı 2 variantımız. Bunlarda prosedural var. B və E variantı. Bəli, biliyimiz proseduraldır. Bəs təfəkkürümüz nədir? Təfəkkürümüz məntiqi təfəkkürdür. Çünki riyaziyyatın dilidirsə bilavasitə məntiqlə bağlı olur. Şuurlu şəkildə düşünəcəyik, lor edəcəyik başımızı işlədərəkdən. Ona görə olur təfəkkürümüzdə məntiqi. Baxıram onsuz da B-də də, E-də də hər ikisində məntiqidir. Yəni buna görə tapa bilməyəcəm. İndi keçək bəs taksonomiyamızı tapaq. Baxıram ki, taksonomiyamda da hər hansısa bir öyrətməyə əsaslanır da, yəni nəsə edir, öyrəndiyini praktikaya köçürür. Bu varsa, təbii ki, taksonomiyamda tətbiq etmək olacaq. Təhlil ola bilməz. Təhlil o zaman olardı ki, nəyisə arasına axtarsın, araşdırsın, ən uyğununu, ən səmərəsini tapsın. Onda təhlil olardı. Lakin burada tətbiq var deyə, öyrəndiyini praktikaya köçürmək var deyə məhz olur tətbiq etmək. Yəni bu situasiyada doğru cavabımız olacaq E variantı prosedural, tətbiq etmək, məntiqi təfəkkür. Bugünlük test hissəmiz bu qədər. Ümid edirəm ki, hər gün yerləşdirilən izahlarımdan sizlər də xəbərdar olub ətrafınızda olan MİQA sertifikasiyaya hazırlaşan müəllimlərə mütləq şəkildə göndərəcəksiniz. Biz də sizlərin tələbatını nəzərə alaraqdan bu izahlarımızın inşallah ki, ardı arasını kəsməyəcəyik. Əlaqə nömrəmizdə xatırladım ki, dərslərə qoşulmaq üçün sistemli, ardıcıl şəkildə proqramı öyrənib mənimsəmək üçün 055 280 59 24 aşağıda nömrəmiz qeyd olunub. Bu nömrə vasitəsilə yeni açılan qruplarımıza qeydiyyata düşə bilərsiniz. Qeyd edim ki, imtahanda 1 bal belə sizin üçün həlledicidir. Allah göstərməsin. Sertifikasiyadan 30 bal toplayıb, daha doğrusu 29 bal toplayıb 30 bal toplamayanlar var, keçməyənlər var. Yəni görürsüz 1 bal belə həyat üçün, imtahan üçün təyin edici baldır. Düşünməyin ki, ixtisasımı hazırlaşıram, kurikulum mənə nə bal verir, onu hazırlaşmasam da olar. Xeyr, qəti şəkildə belə düşünmək düzgün deyil. Çünki orada 1 bal belə 29 bal toplayan 30 balı xəyal edir, 50 bal toplayan 51 balı xəyal edir ki, kaş artıma düşəydim. Ona görə çalışmaq lazımdır. Düzdür, az vaxtınız qalıb müəyyən bir müddət, amma bu müddət ərzində də mən çalışmayım deyirsinizsə, səhv düşündəcəksiniz. Çünki mənim 1 aya hazırlaşıb, 2 aya hazırlaşıb yaxşı nəticə əldə edib maksimal balı toplayan müəllimlərim olub keçən il. Siz də bu müəllimlərdən ola bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşmək ümidi ilə.